Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Mən Ağabəyli Səməddin. Bugün sizə onluq kəsirlərlə bağlı toplama, çıxma, vurma, bölmə, yəni onluq kəsirlər üzərində əməllər mövzusunu başa salacağam. Dərsimizə keçmədən əvvəl videomuzu bəyənin, paylaşın və hansı videolardan, yəni hansı dərslərdən video gəlməsini istəyirsinizsə, rəy bölməsində mütləq qeyd etməyi unutmayın. Başlayaq. Onluq kəsirlər nədir və bu video daha çox MİQ sertifikasiya ibtidai imtahanına hazırlaşan müdavimlər üçün və 4-cü sinif şagirdlər üçün çəkilir. Onluq kəsirlər ümumiyyətlə geniş mövzudur, amma sırf bizim çərçivəmizdə nə varsa, yəni imtahanımızda hansı hissələr lazımdırsa, bu videoda əsas onlar haqqında danışacağıq. Daha ətraflı geniş bir videomuzda, yəni onluq kəsirlərlə bağlı başqa bir kanalımızda, Elm TV YouTube kanalında var. Oradan da daha geniş izah görə bilərsiniz. Bu isə sırf MİQ sertifikasiya və 4-cü sinif monitorinq imtahanına hazırlaşan şagirdlər üçün və yaxud da MİQ sertifikasiya imtahanına hazırlaşan müdavimlər üçün nəzərdə tutulub. Başlayaq. Birinci, adi kəsiri onluq kəsirə çevirmək necə baş verir və 2024-cü ilin imtahanında da belə bir sual tipi var idi. Məsələn, 2,4/3 bərabərdir sual işarəsi və onluq kəsirlə bizdən cavabı istəyirdilər. Gəlin baxaq, mən 4/3-ü onluq kəsirə çevirmək istəyirəm. Bunun mən rahat yolunu kalkulyator üsulundan öyrətmişəm. Yəni, açırsan kalkulyatoru, MİQ və sertifikasiya imtahanında kalkulyator olur. 3-ü 4-ə bölürsən kalkulyatorla. Çox sadə. Ekrana çıxır ki, 0,75. Bəs bunu müəllim özüm eləmək istəsəm, nə baş verəcək, necə eləyəcəm? Baxın, 3 bölünsün 4. Yəni, 3-ü özünüz 4-ə bölməyə başlayacaqsınız. Necə? 3-ün içərisində 4 varmı? 0 dəfə yerləşir. 0 dəfə yerləşirsə, bura 0 yazdım. Düzdür? 0 yazdım və bura bir vergül atdım. Vergül atma səbəbimiz nədir? Yəni, 3-ün içərisində 4 yerləşmirdi. Mən həmin o 3-ün içərisində yerləşməyən 4-ün əvəzinə 0 yazdım. İndi bu 3-ü yanına bir dənə də nə əlavə edirəm? 0 əlavə edirəm. Çünki mən artıq 30-un içərisində 4-ü axtaracağam. Həmin 0 əlavə etdiyimə görə də bura nə elədim? Vergül yazmış oldum. Məsələn, tutaq ki, 2-ni 5-ə bölməyə başlayacaqsınız. 2-ni 5-ə bölmək istəyəndə 2-nin içərisində 5 0 dəfə yerləşir. 0-ı yazdım, vergülü qoydum və bura nə elədim? 1 0-ı da atmış oldum. İndi bunu bitirək, buna da keçəcəyik. 3-ü 4-ə bölə bilmədim. 3-ün içərisində 4 0 dəfə, vergülümü atdım və bura 0-ımı yazdım. İndi 30-un içərisində 4 neçə dəfədir? 7 dəfə. Çıxılsın 7 vur 4, 28. 30-dan 28 çıxırıq, elədir 2. Baxın, bu 2-nin içərisində 4 yerləşmir. Daha bura təzədən bura 0 atmırsınız. 2-nin yanına yuxarıdan bir dənə 0 indirmək şansımız var. Burada yəni, məsələn, biz hər dəfə yuxarıdan bir dəfə 0 indirmə şansımız var ki, o şansı istifadə edə bilərik. Əgər indirəndən sonra yenə bölünməsə, burada artıq onu 0 yazaraq tətbiq edəcəyik. Yəni, qayda budur. 30-dan 28 çıxdım. Neçə elədi? 2. Düzdür? Bu 2 buranın cavabıdır. Və mən özümdən bir dənə bura 0 yazmaq icazəm varsa 0-ı yazdım. 20-nin içərisində 4 neçə dəfə deyirəm? 5 dəfə. Yazdım bura 5-i, çıx 20 və qalıq da qalmamış oldu. Yəni 0,75. Və yaxud da buranı davam edək. 2-nin içərisində 5 yerləşmədi. 0 yazdım, vergül qoydum. Yəni burada 0 əlavə elədim. 20-nin içərisində 5 4 dəfə, çıxılsın 20. Qalıq qalmadığına görə 0,4-də saxlamış oluram. Daha yaxşı başa düşək, biraz daha qəlizin yazaq. Məsələn, 8-də 3. Aha, baxın, 3-ün içərisində 8 neçə dəfədir? 0 dəfədir. Bura 0 yazıb vergül atandan sonra bura gətirib 0-ımı əlavə elədim. Yəni 3-ün içərisində 8 0 dəfədir, bunu bildim. Və 0 dəfədən sonra artıq mən vergül qoymalıyım. Yəni bunun tamı 0 oldu. 0 tam. Və indi mən bölmə əməliyyatı yerinə yetirib bura ədədlər yazmalıyamsa, bunun arxasına nə yazmalıyam? 0 yazmaq. Yəni hər kəsin o 1-0 yazma şansı var da, bunu belə yadında saxlayın. 30-un içərisində 8 neçə dəfədir? 3 dəfə. Çıxılsın 24. Neçə elədi? 6 elədi. 6-ın içərisində 8 yerləşmir ki? Yerləşmir. Özümdən 1-0 yazmaq icazəm var. Yazdım. 60-ın içərisində 8, 7 dəfə. Çıxılsın 7 vur 8, 56. Neçə elədi? 4 elədi. Bax, qalıq qaldıqca hər dəfə yanına 1-0 yazıb, onun cavabını tapmaq şansınız var. 40-ın içərisində 8, 5 dəfə. Çıxılsın 40 və qalıq da qalmır. Cavab da olur 0,1000-də 375. Necə oxunur bu? Baxın, vergüldən sonra bir ədəd varsa 10-da 4 deyəcəksiniz. 0,10-da 4. Vergüldən sonra 2 dənə ədəd varsa 0,75 deyəcəksiniz. Çünki %2 0 var.
Vergüldən sonra 3 dənə ədəd varsa 0,1000-də 375 deyəcəksiniz. Və bu ədədi istəsəz 10/4 kimi belə yazarsınız. Doğrudur. 0,4 ilə 10/4 eyni şeydir. Və yaxud da bu ədədi istəsəz 100/75 yazarsınız. Bu da doğrudur. Və yaxud da bu ədədi də 1000-də 375 yaza bilərsiniz. Bu da doğrudur və bütün hallarda eyni cavabı alacaqsınız. İstəsəz evdə yoxlayarsınız. Bunu, yəni %75'i ixtisar aparandan sonra 4/3 qalacaq. Bu 0,10/4'ü ixtisar aparandan sonra 5/2 qalacaq. 5 və 2. 1000-də 375'i ixtisar aparsa sonda qalan cavab 8/3 olacaq. Yəni əvvəldən aldığımız ədədə qayıda biləcəyik. Biz nəyi öyrəndik bu hissədə? Adi kəsiri onluq kəsirə çevirməyi. Müəllim, bütün ədədləri onluq kəsirə çevirə bilərikmi? Baxın, biz bunu sırf sizin çərçivəyə uyğun olaraq dediyimə görə, məsələn, burada məxrəci 7 olsaydı, bu dövrü onluq kəsir olacaqdı. Dövrü onluq kəsir ibtidai ixtisasında yoxdur. Ona görə o haqda danışmıram. Məsələn, 7-də 3-ü siz 3-ü 7-yə bölməyə başlasaz, bir müddət sonra cavabın ancaq təkrarlandığını görəcəksiniz. Yəni, bir cavab ala bilməyəcəksiniz. Məsələn, ancaq elə 0, məsəl üçün deyirəm. Yəni 2, 5, 5, 5, 5, ancaq 5-lərin getdiyini görəcəksiniz. Dövrə düşəcək. O isə bizim ibtidai ixtisasımızda yoxdur. Bizə ancaq yəni onluq kəsir formasında var. Yəni dövrü onluğu yoxdur. Bəs müəllim, mən hardan biləcəm bu dövrüdür, yoxsa dövrü deyil? Onsuz da dövrü onluq kəsir sizin qarşınıza çıxarmayacaqlar, narahat olmayın. Yəni sizin qarşınıza çıxan ədədlərdə mütləq elə ədədlər seçilir ki, bu ədədlər onluq kəsirə çevrilə bilsin. Yəni dövrüyə deyil də normal, adi onluq kəsirə çevrilə bilsin. Yaxşı müəllim, birini də verin, biz yazaq. Məsələn, gəlin yoxlayaq görək. 16-da 3. 16-da 3. Onluq kəsirə bunu çevirə bilərəmmi? Gəlin cəhd edək. 3-ü böləcəm 16-ya. 0 dəfə vergül. 30-un içərisində 16 bir dəfə yerləşir bildiyinizə görə. Çıxılsın 16. Qalır neçə qalır? 14 qalır. Düzdür. 14-ün içərisində 16 yerləşmir. Yanına 0 atdım. 140-ın içərisində 16. 5 dəfəsi 80 eləyər. 6 dəfəsi 96. 7, 8 dəfə olarmı? 48, 12. Aha, olar. 8 dəfə yoxlayaq. Bura birimizi yazmışıq. Yaddan çıxmasın. 8 çıxılsın. 8 vur 6, 48. 8 yazdıq 4 yadda. 8-i 1'ə vurduq 8. O da 4 yadda 12. 128. 10-dan 8 çıxıram 2. 3-dən 2 çıxıram 1. 12. İndi gəlirəm bir dənə də 0 atıram. 120-in içərisində 16-nı axtarıram. 7 dəfə yazdım 7-mi. Çıxılsın. 7 vur 6, 42. 2 yazdım 4 yadda. 7 vur 1, 7. O da 4 yadda 11. 10-dan 2 çıxdım 8. Burada qalır 0. 80-in içərisində 16 5 dəfə yerləşir. Çıxılsın 80 və qalıb qalmadı. Baxın, görürsünüz 1,10.000-də 1875 alındı. Yəni mən burada yazdığım ədəddə gördüm ki, ədədimiz bölünə gedir. Ta ki sonda qalıq, yəni 0 olana qədər, qalıq qalmayana qədər mən bu prosesi davam edirəm. Davam edirdim və sonunda gördüm ki, bu şəkildə cavabımız alınmış oldu. Deməli, bu nədir? Adi kəsiri onluq kəsirə çevirmək. Onluq kəsiri adi kəsirə çevirmək istəsəz, məsələn, bu 10.000-də 1875-dir. Bunu başlayacaqsa ixtisar aparmağa. İxtisar nədir? Yuxarını və aşağını eyni bir ədədə bölmək. Birinci 5-ə böləcəksiniz. İndi bunu cəhd edərsiniz özünüz. Əgər alınmasa, rəy bölməsini yazın. Yuxarı 5-ə bölün, aşağı 5-ə bölün. Alınan cavabda yenə yuxarı və aşağı başqa bir ədədə bölünürsə, mən indi 5-i şərti deyirəm də. Bir də bölün 5-ə, bir də bölün 3-ə. Ta ki, sonda 16-da 3-ü alana qədər. 16-da 3-ü alana qədər bölə-bölə gedəcəksiniz. Yəni, yuxarı və aşağında, məsələn, 625-i və 625-ə bölsəz, məsələn, burada 3 qalacaq, burada 16 qalacaq və bölünməz formada, hazır formada qalmış olacaq. Bu bizim onluq kəsirlə adi kəsir arasında olan keçidimizdir. Adi kəsiri onluq kəsirə çevirmək, onluq kəsiri adi kəsirə çevirmək. İmtahan sualına baxaq. 2024-cü ilin imtahan sualı 2,4/3 bərabərdir sual işarəsi. Variantlarda bunu onluq kəsirlə istəmişlər. Variantlar da belə idi. 2,10/7, 2,100/75, 2,1000/75, belə cavablar idi. Sən də nə edirsən? 2-yə dəymirsən də, onsuz da 2 bütövdür. Tam hissəsi 2-dir. Başlayırsan 3-ü 4-ə bölməyə.
3'ü 4'e bölə bilmədin, 0 vergül atdıq və bura bir 0 yazdıq. 30'un içərisində 4 7 dəfə çıxılsın 28. 30'dan 28 çıxdım 2. 20'nin içərisində 4 5 dəfə çıxılsın 20 oldu 0,75. Tamı 2 olduğuna görə daha bura 0 yazmıram. 2 tam %75 yazıram. Elə bilin ki 2 ilə 0 tam %75'i neylədim? Topladım. Neynədir? 2 tam %75 eləmiş oldu. Doğru cevabımız imtahan sualıdır. 2024-cü ilin MİQ imtahan sualı. 2 tam %75 bizim sualımızın cevabı olmuş oldu. Ümumiyyətlə bu qaydalar haqqında da əgər ətraf məlumat, ümumiyyətlə bütün proqramımızı əhatə edən həm riyaziyyat, həm Azərbaycan dili qaydalarını öyrənmək istəyirsə, bir kitab əldə edərək, baxın, 2 kitabı bir yerə yerləşdirmişik. Həm riyaziyyatdan, həm Azərbaycan dilindən bütün qaydalar, qaydalara aid test nümunələri, nümunələrin izahları hamısı sizlər üçün bir kitabda cəmlənib. Yəni kimin ki qaydalarda çətinliyi var, tətbiqdə çətinliyi var, kitabı əldə edə bilərsiniz. Bütün kitab mağazalarında var. Əgər tapa bilmirsinizsə hansısa kitab mağazasında bizə nömrələrimizə yazın. Menecerimiz nömrəsi 055 527 2599. Həm sıfırdan açılan yeni qruplarımız, dərs qruplarımız, MİQ, sertifikasiya, monitoring sınavları. Ümumiyyətlə bilirsiniz ki, ödənişsiz şəkildə monitoring sınavlarımız da mövcuddur. MİQ sertifikasiya sınavlarımız da əldə etmək üçün bu nömrəmizə yaza bilərsiniz. Vurulması və bölünməsi haqqında danışaq. Düzdür, bu əslində imtahanda kalkulyatorumuz olduğuna görə çox da dərinə gedəsi bir mövzu deyil. İnşallah ki, kalkulyatorunuzda işləyər imtahanda. Olur da mində bir müdavimdə işləmir və s. Ona görə hər ehtimala qarşı bunda başına salaq. Və deyirəm, 3 tam %75 vurulsun 2 tam onda 4. Baxın, tamı tamın altında yazmaq lazımdır. Onda biri onda birin, yüzdə birin və s. Vergüldən sağa doğru getdikcə, buna deyirik onda bir, yüzdə bir, mində bir, 10 mində bir. Necə ki, burada təklikdən sola gedəndə onluq, yüzlük, minlik deyirdiniz. Burada da təklikdən sağa gedəndə onda bir, yüzdə bir, mində bir və s. deyilir. İndi mən bunu alt-alta vurmaq istəyirəm. Gəlin vuraq. Əvvəlcə 4'ü 5'e vuracağım. 4'ü 5'e vuranda edir 20. 0 yazdım 2 yadda. 4'ü 7'ye 28, o da 2 yadda 30. 0 yazdım 3 yadda. 4'ü 3'e 12, o da 3, 15. Üstə gəl, 2'ni 5'e 10, 0 yazdım 1 yadda. 2'ni 7'ye 14, o da 1 yadda 15. 1 yadda, 2'ni 3'e 6, o da 1 yadda 7. 0, 0, 0 yazdım 1 yadda, bu da 9. Düzdür? İndi müəllim, bəs vergülü hardan ayıraq, vergülü hara qoyaq? Bax, əgər vurma əməliyyatı yerinə yetirmisənsə, vurma elədik də, sayırsan görüm, bu vergüldən və bu vergüldən, yəni vurduğun, 2 dənə vuruğun vergülündən sağda cəmi neçə ədəd var? Vergüldən sağda burada 2 ədəd var, vergüldən sağda 1 ədəd var. Deməli, cavabımda vergüldən sağda 3 dənə ədəd olmalıdır. Bax, vergüldən sağda 3 ədəd olmalıdır. Bir daha deyirəm, vurma eləmirsən, burada vergüldən sağda 2 ədəd var, burada vergüldən sağda 1 ədəd var. Deməli, cavabımda vergülü elə yerə qoymalıyam ki, vergüldən sağda 3 dənə ədəd olsun. Yəni, bu sualımızın cavabı 9 imiş. Gəlin yoxlayaq, telefonla da vurub göstərək ki, sübut olsun ki, həqiqətən də belədir. 3 tam %75'i, 3 tam %75'i bölürük, vururuq nəyə? 2 tam onda 4'ə. Elədi 9. Həqiqətən də ekranımızda 9 yazıldı və 9 bizim sualımızın doğru cavabıdır. Yəni, vurma hissəsində də, istər bölmə hissəsində də vurandan sonra vergüldən sağda, vuruqlarda cəmi neçə ədəd var idisə, həmin qədər ədəd bizim sualımızın cavabında olmalıydı. Bir dənə tapşırıq da sizə verək. 5 tam, mində 325 vurulsun 3 tam onda 9. Bu sualın cavabını videonun rəy bölməsinə tapşırıq olaraq qeyd edirsiniz. Hansı videoları görmək istəyirsinizsə, videonun rəy bölməsinə onun da adını yaza bilərsiniz. Kanalımıza abunə olun, videolarımızı bəyənin, bildirişlərimizi açın və əgər dərslərimizə qoşulmaq istəyirsinizsə 055 527 25 99 WhatsApp nömrəmizə yaza bilərsiniz. Müəllim, MİQ və sertifikasiya ibtidai imtahanına hansı riyaziyyatdan hansı vəsaitdən hazırlaşaq? Riyaziyyatdan bütün indiyə qədər olmuş, yəni çərçivə sənədində olan bütün mövzulara və onlara aid olan test nümunələri cavablarla bir yerdə bu test toplusunu əldə edə bilərsiniz. Bütün kitabxanalarda var. Bu da onun içərisində olan testləri yazmaq üçün sizə lazım olan qayda kitabı. Bu iki kitabı əldə edərək siz də
imtahana qədər uğurlu nəticə əldə edə bilərsiniz. Sağ olun, inşallah növbəti canlı dərsdə görüşərik. Hələlik.